Salam, hər vaxtınız xeyirli olsun. Necəsiz? Özünüzü necə hiss edirsiniz? Dedim, imtahanlarına son bir gün qalmış və növbəti həftədə imtahanı olacaqlar üçün abituriyentlərə bir video çəkeyim, söhbətləşək. Söz vermişdim həm də. Necəsiz dostlar? Hazırlığınız necə gedib? Vaxtınız onsuz yekunlaşıb artıq və sabah imtahanı olanlar məsəl üçün onlar birinci növbədə gedirlər. Sizə demək istədiyim bəzi şeylər var. İmtahan sənin dəyərini ölçmür. İmtahandan yığdığın nəticə sənin haqqında heç bir şey demir. Sadəcə olaraq sənin bilik səviyyəni yoxlayır. Yəni sən o imtahanı yazacaqsansa, onu sadəcə olaraq sənin bilik səviyyəni yoxlayan bir ölçü vahidi kimi görməlisən. Sənin həyatının bütününü ələ keçirən bir şey kimi görməməlisən. Çox təəssüf ki, hər imtahan dönəmindən sonra, imtahan prosesi artıq yekunlaşandan sonra, cavablar çıxandan sonra xoşagəlməz xəbərlərlə rastlaşırıq. Mən artıq bu kameranın qarşısına keçmişəmsə bir müddətdir, bunun haqqında danışmağa haqqım var. Çünki mən də o yoldan keçmişəm, mühitin adama çox təsir olduğunu yaxşı bilirəm, insanın nədən demotivasiya, nədən motivasiya olacağını çox yaxşı bilirəm, həssaslığınızı çox yaxşı başa düşürəm. Amma bunu bir daha deyirəm. Nə qədər lazımdır o qədər də deyərəm. İmtahan nəticəniz nə olursa olsun, o sizin dəyərinizi nə azaldacaq, nə qaldıracaq. Çünki birincisi, universitetə girəndə siz balınıza görə orada sizə hörmət qoymayacaqlar. Sizə özünüzə görə hörmət qoyacaqlar. Həyatınızın davamında sizə şəxsiyyətinizə görə dəyər verəcəklər. Balın özünü belə müvəqqəti yadda saxlayırlar. Sadəcə bir neçə rəqəmli bir kod kimi başa düşün, bir kod üçün həyatınızı bu qədər düşünüb yormağa, özünüzü yormağa dəyməz. Arzularınızı başa düşürəm, xoşbəxt etmək istədiklərinizi başa düşürəm, amma bu dəqiqə olduğunuz yaş sizin özünüzü tapmağınızın ən pik həddə olduğu yaşdır. Çünki insan o yaşlarda özünü çox axtarır, tapmağa çalışır, nə istədiyini bəzən bilmir, bəzən nə istədiyini bildiyini zənn edir, yol gedir. Bəziləri var ki, inanırsınız, mənim qrup yoldaşlarımdan görürəm ki, adam universitet artıq girib də, məsəl üçün, ya da universitetin elə özündə də gördükləri var, sadəcə qrup yoldaşlarım deyildi. Deyirdi ki, mən istədiyim əslində bu deyil ki. Mən başqa bir sahəyə yönəlməyi düşünürəm universiteti bitirəndən sonra. Yəni həyat əslində heç vaxtı bir hərəkətlə yekunlaşmır. Heç vaxtı sizin düşündüyünüz qədər qısa götür-qoy ediləsi bir yer deyil. Siz bu imtahanı verəndən sonra sevdiyinizi düşündüyünüz yolda gedərkən bəzən başqa bir yol görüb bu tam mənlik bir yol deyib yolunuzu dəyişdirə bilərsiniz. Bugün yığdığınız bal sabah sizin üçün ümumiyyətlə yada düşən heç bir şey olmayacaq. Onun yerinə siz hər hansı bir emosional halınızla məşğul ola bilərsiniz. Hər hansı bir kitab sizin marağınıza çəkə bilər. Yəni gündəmimizdə olan hadisələri vecimizə almalıyıq. Amma onu həyatımızın bütünü zənn eləmək bizi çox zaman incidən şeydir. İstənilən bir problem üzrə onun daimi olacağı düşüncəsi zaten bizi özümüzdən uzaqlaşdıran bir şeydir. Amma bunu etməmək lazımdır. Mən demək istədiyim budur. Əgər uğur qazanmaq istəyirsənsə, birinci özünlə barışıq olmalısan. Birinci, özünə qarşı borclu hiss eləməlisən, başqalarına qarşı yox. Sabah o imtahana girəcəksən, o kitabçanı açacaqsan, o kitabçanı açanda özün olaraq onları cavabla. Mən buradan çıxandan sonra filan kəsə nə cavab verəcəm? Mən buradan çıxandan sonra bu rəqəm oldu, olmadısa məndən bir şey olan deyil düşüncəsi ilə onu yazma, xahiş edirəm. Çünki sənin bu yaşların bir də gəlməyəcək və nə olursa olsun ömründən gedir. Bunu heç vaxt unutma. Xahiş edirəm. Özünü görməzdən gəlmə. Həyat situasiyaları səni özündən uzaqlaşdırmasın və irəlidə geriyə dönüb baxanda həyatın əvvəl-axır formalaşacaq. Bundan heç qorxma. Bu imtahanı versən də, verməsən də, necə verməyindən asılı olmayaraq inan ki, həyatda öz yerini tapacaqsan. Həyatda heç kəs yersiz qalmır. Həyatda heç kəs ümumiyyətlə boşluqda yaşayıb ömrünü bitirmir. Və həyatı formalaşmaqda olan insanlar o qədər nümunələr görürlər ki, yaxşı pis nəyi çox görsə onu özünküləşdirir və
başlayır ki, məsəl üçün, mən psixologiya ixtisasında oxuyanda mənim qarşıma uğursuz bir psixologiya tələbəsi məzuna çıxsaydı, deyərdim ki, məni də bu gözləyir də, yəni böyük ehtimal mən məzun olandan sonra mən də belə olacağam deyə düşünərdim. Çünki mənim formalaşmaqda olduğum dövrdə qarşıma çıxanları mən işarə kimi qəbul edirdim. Bu da beynin seçiciliyi idi. Yəni mən nəyə çox fokuslanıramsa, mən onu daha çox görməyə başlayıram. Nəyə daha çox görürəmsə, mən onu özüm bilirəm. Mənə olacaqmış kimi gəlir. Başa düşürəm səni. Yəni bu dəqiqə sənin içindəki o həyəcan, o maraq, görəsən nələr olacaq hisslərini başa düşürəm. Hamısını yaşamalısan onsuz. Amma yaşayarkən özünü unutma istəyirəm. Yığdığın balın rəqəmindən ibarət deyilsən. O suallar heç vaxt sənin dəyərini müəyyənləşdirə bilməz. O suallar heç vaxt sənin şəxsiyyətini müəyyənləşdirə bilməz. Sabah imtahana gedirsən, qəşəng yazırsan və yaxud da bərbad yazırsan, necə olmağından asılı olmayaraq, yenə də sən olaraq qalacaqsan. Çünki həyata davam edəndə sənə ən çox sən lazımsan. Yəni toparlananda da sən lazımsan özünə, toparlanmayanda da sənin çöküş halın da özünə lazımdır da. Çökən də mənəm, qalxan da mənəm. Ona görə də özünüzü sevin. Deyin ki, yaralarımla özümü sevirəm, yenidən başlanğıclarımla özümü sevirəm, uğursuzluqlarımla özümü sevirəm. Uğursuzluqdur. Mənimdir da kişi. Mənimdir. Mən uğursuzluq elədim də. Sizin ətrafa baxıb da utandığınız o yerlər və insanlar var. Sizə əminliklə deyirəm ki, bu dünyada biabır olmayan insan yoxdur. Hamı bir şəkildə biabır olur. Hamı bir şəkildə digər insanın utanacağı bir yerə sahibdir. Ona görə də heç kəs sizdən artıq deyil. Sizin qorxduğunuz yerlər və səbəblər inanın ki, çox mənasızdır. Heç kəs sizin canınızdan, sizin sakitliyinizdən, daxili rahatlığınızdan öndə deyil və yaxud da ona səbəb olacaq yerdə olmamalıdır. Bir kağız parçası sizin dəyərinizi müəyyənləşdirməməlidir. Özünüzü o qədər sevin ki, yenidən başlamaqdan, danışa bilmədim, yenidən başlamaqdan, dəfələrlə uğursuzluq yaşamaqdan bezməyin. Çünki onların hamısını yaşayan yenə sizsiniz də. O hissləri yaşayan yenə sizsiniz. Rəy gələr uzaqbaşı, o rəyi deyən insan 10-15 dəqiqə uzaqbaşı danışacaq, sonra gedəcək evinə qapısını örtəcək, yatacaq. Özünlə baş-başa qalan sənsən. Onları yola ver. Onları ya başından eləmək də mümkündürsə, başından elə. Amma səndən dəyərlisi olmadığını bir zəhmət olmasa. Səni çox istəyirəm. Sən də özünü çox istə. Sabahki imtahan, bundan sonraki həyatının hansı mərhələsində, hansı imtahana girirsənsə gir, yenidən başlamaq rahatlığının olduğunu heç vaxt unutma. Yəni mən bu dəqiqə imtahana gedən qocaman insanlar da görürəm. Məndən daha kiçik, amma məndən daha öndə olan insanlar da görürəm. Həyatda olan o zaman anlayışı heç vaxt bərabər deyil. Heç vaxt. Sənin olduğun yerdə bugün 40 yaşlı bir insan da var. Başqa bir yerlərdə sənin kimi imtahana hazırlaşıb sabah imtahana gedəcək. Ona görə heç vaxt özün üçün limit qoyma ki, mən bu yaşda bacardım. Bacarmadımsa mənim yolum yoxdur. Yolun açıq olsun. Sabahki və növbəti imtahanlarda sənə uğurlar arzulayıram. Geri dönüşlərinizi gözləyəcəm. İnşallah ki, imtahanı nəticəsindən asılı olmayaraq verəndən sonra özünüzlə barışıq halında olarsınız. Və mənə o görə geri dönüşlər eləyərsiniz ki, mənim nəticəm oldu. Yəni, istəsiz mənimlə bölüşün nəticənizi, istəsiz bölüşməyin, amma əsas odur ki, mənə yazın ki, mən yenə də yaxşıyam. Daha yaxşısını etməyə çalışacağam və yaxud da ümumiyyətlə həyata davam edirəm, yaşayıram həyatı. Həyat mənimdir. Ya yenidən başlayıram, ya uğursuzluqda, amma yaxşıyam. Mənzəri yaxşıyam da, yazın mənə. Çox istəyirəm sizi. Canınız, özünüz, ruhunuz çox dəyərlidir. Həyatınızın baş rolu sizsiz və ona görə də nə yaşırsınız yaşayın. Ancaq özünüzə borclu hiss edin, başqalarına yox. Görüşərik.